Canın salamat eləsin. Bu balama necə deyim, ali təhsil, atasının yolundan, mərd, igid oğlan olsun. O gün olsun, qismət olar, toyuna gedə inşallah. İnşallah, inşallah. Əlbəttə. Bax, baba qəhrəman oğlu böyüdüb. Bizim rahat sərbəstliyimiz üçün qurban verib. Bir oğlu da görsən, yenə də vətən keşiyində olan, xalq keşiyində olan bir oğuldur. Bu gün sənin ziyarətinə, sənin ocağına kimlər gəlib? Biləsuvardan Üzeyir baba. Üzeyir baba da qəhrəman bir babadır. Biz sizin də qarşısında baş əyirik, çünki sizin Atos bizim rahat sərbəst azadlığımızda və qəhrəmanımızın qardaşından söz götürməyi özümüzə borc bilirik. Eşitərdim sizin dilinizdən də bir iki kəlmə. Buyur. Sağ olun kardeşler, geçmişsiniz. Allah tanrı sağ olsun. Şehitlerin yolunda ne elese əziyyətlər olsun da, ama rayon, kent, bile görürəm, bana da hoş olur. Allah tüm şehitlerimize rahmet eylesin. Allah qazilərimizi qorusun, ordumuzu qorusun. Amin inşallah. Allah Teala bir de bizim bu Respublikamıza, bu milletimize bu muharebe göstermesin. Amin inşallah. Hiçbir ananın göz yaşlı koymasın, bala derdi koymasın. Amin. Bir taraftan itirmişi uyandırır. Ama bir taraftan sevinmek ki qələbəmiz var, Evet, başımız evet. ucadı. Ona göre de Ali Başkomandanımıza uzun ömür, can sağlığı, sərkərdə yaxşı olan da, Ordusu da yaxşı olur. yani her bir şey özlerini tabii. Size de teşekkür ederim ayrılıkta. Sizin de balanıza Allah rahmet eylesin. Amin. Allah yerin cennet eylesin. Onsuz Allah yerin Bu yerlər əlbəttə cənnət. Bax, bir söz işlətdin, deyirsən ki, bir tərəfdən qəmlənirəm, bir tərəfdən sevinirəm. Bax, belə bir söz həqiqətən ata var, dilindən eşitdik. Deməli, bizdə 2025-ci ildə bir yol qəzası oldu. 5 gəncin birdən qəzada dünyasını dəyişməz. Orada belə bir ata söz işlətdi. Dedi ki, vallah, mən bu gün indi dəqiq bilirəm ki, şəhid valideynləri nə çəkir. Bax, bu günləri sizin kimi qardaşlar və Üzeyir kişi kimi atalar bu gün belə deyim də başlarını dik tutur ki, övladları vətən uğrunda canından keçir və qəhrəmandılar. Və bu gün də zaman keçsə də, əsr ötsə də sizlərin qardaşları və Üzeyir kişi kimi və onların simasında qəhrəman ataların övladları əsrdən əsrə, gənc nəsildən nəsilə keçəcək. Və bu gün isə biz bilmirik ki, necə dünyamız dəyişəcək və biz yadda qalmayacaq. Və məsəl üçün bir ay ilimiz çıxdıqca yaddan çıxır. Ancaq bu gün qəhrəman şəhidlər canla, başla, göz qırpmadan əldə silah, şərəfsiz erməniləri torpağımızdan çıxardaraq təki vətən sağ olsun deyən qəhrəmanlardır. Əlbəttə, fəxrlə, qürurla başımızı dik tutaraq deyə bilərik ki, bizim qardaşlarımız və Üzeyir kişi kimi kişilər deyə bilər ki, bizim övladlarımız vətən uğrunda canına keçir. Və biz yenə də sizlərlə fəxr edib, qürur keçirdirik. Bax, bizim bu balaca cəngavərimizin qarşısında baş əyirik, sizin qarşısında baş əyirik. Üzeyir əmi, sənin qarşısında baş əyirik. Var olasan deyirəm. Və bu gün Ben anamızın ellerinden öpürəm. var olasan, var olasan. Allah razı olsun. Əziyyət çəkmişsiniz, valla. Var olasan, var olasan. Allah sizi var eləsən. Sağ ola. Bax, bu gün qəhrəmanları böyüdən anaların qarşısında əlbəttə öpüb və qarşısında baş əymək bizim üçün qürur vericidir. İlham ana, qarşında baş əyirəm. Bu gün əlinlə öpmək ona görədir ki, sən elə bir oğul böyüdübsən ki, vətənin dar günündə silaha sarılıb geri dönmədi. Təki vətən sağ olsun deyən övladlardan da biri Ruslan Qurbanov sizin övladınız oldu. İstərdim bir qəhrəman anası kimi siz də bir iki kəlmə deyəsiniz. Mən vallahi elə ağırdı ki, mən belə bizim büyün axtardığımız misal bilirsən nə oldu? O uşaq. Bəli, bəli, bax, baba bu günlərə O emin. uşaq oldu. Çünki bizim uşağımızı əlimizdən alıblar da yoxdur. Yəni biz bilmirdik, Üzeyir bilmirdik ki, mən büyün belə bir şeylə qarşılaşacağam. Allah Teala yəni indi vallahi özümə sığışdırmıram da, ancaq deməkdə məcburiyyət qarşısındayım. Allah Teala başqa şey demirəm. Mənim də gəlinimə belə bir insaf verəydi. Mənim də nəvəm yanımda olaydı. İnşallah hər şey Vallahi yaxşı. elə oğulların, elə gəlinlərin bir ana olaraq qarşısında mən baş əyirəm. İnşallah yaxşılara Allah doğru onların gedir. ruhun şad eləsin, şəhidlərimizin, bütün şəhidlərin qarşısında baş əyirəm. Yəni bu qardaşın da bu əldən öpməyin çox mənası vardı.
Bəli, bəli. Ən birinci mənası odur ki, yəni bu əllər zülmən o evladları saxlayıb o şəhidləri. Bəli. Ona görə bu əllər çox nətərdir, mənalıdır, həm də ki Müqəddəs bir Müqəddəsdir, anasız, müqəddəs bəli. ananın da əlini öpmək hər bir Ona görə ki, Azərbaycan vətəndaşına. yəni biz bayaqdan axtarırıq da, biz oradan çıxanlar. Valla bəzən şəhid də evlərini ziyarət Biz eləməyə axtarırıq. axtardıq. Dedim bilmirəm nə ilə qarşılaşacağıq misal. Yəni o uşaq içəri girəndə bildim ha, bizi bura gətirən o uşağın məhəbbətidir. İnanın ki elədir. O uşağın məhəbbətidir. Hamı- Biz uşağımıza həsrət qalmışıq. Hem o Bax bu günləri qardaşım, bu gün qəhrəmanlar həqiqətən bizdə Azərbaycanda tükənmir. O qəhrəmanlardan da biri. Xalqın həmişə keşiyində olan bizim Elsəvər qardaşımızdır. Elsəvər qardaşının da qarşısında baş əyirik. Elsəvərin də haqqıdır ki, bir qəhrəman qardaş kimi bu gün öz sözün Ağcabədidə desin. Buyur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məqamları uzasın daima. Yerdə qalanlara da uzun ömür, can sağlıq. Övladları da daim elə bir atalarla fəxr eləyə bilərlər. Var olasan. Çox sağ ol. Sizə çox sağ ol deyirəm. Təşəkkür edirəm. Qarşısında baş əyirəm. Bu gün də xalqın keşiyindəsiniz. Var olasınız. Və Ananın sözündən üzr istəyirəm. Qüvvət olaraq demək istəyirəm ki, şəhid öz şəhidliyinə özün, yəni o bilmir də şəhid olacaq amma sübut, yəni dövlət yolunda, millət yolunda. Onun xanımı da əgər varsa, indi o subaylarımız da çox olubdur. Əgər xanımı varsa, evladı varsa, o şəhidə layiq hərəkət eləməlidir. Bəli. Onu da mən öz qəlbimdə Allah bilsin, özləri bilsin deyirəm həmişə. Mən öz istəyirəm ifadəmi görə, nə qədər əmi olsam da at ola bilmərəm. Bəli. Amma inanın ki, bu uşaqlar məni elə nətər demək... Çox istəyirlər. Yəni, söz yoxdur nə demək, həqiqətən də yoxdur. Sağ ol. Şöyle olsun. var olasan. Bunlarla nəfəs alıram. Onlardan da Onların anası da mən bəlkəm də öz bacımdan da çox istəyirəm. Söhbət ondan getmir. Çünki o birinci o olsaydı bu əmanətlər, mənim üçün əmanətlər. Xalqın əmanətidir. Dövlətin, vətənin və Ailədən başlayır. bəli, əlbəttə şey. Ailədə onlar mənə əmanətlər. O dəyanətində yoldaşı elə biləm öz balamdır. Allah kömək olsun. Çox sağ ol. Qarşında baş əyirəm. Var olasan. Allah əmanətin böyük bir sənət sahibi etsin. Nəinki burada. Elə bir ölkələrdə bir sənət sahibi olsun ki, bütün şəhidlərimizin adını uca tutsun. Var olasın. Var olasın. Təşəkkür